qullarını imtihan etmək məqsədi ilə yaradan Allah Taala bizləri başıboş buraxmadı, bizlərə peyğəmbərlər göndərdi. Və bu peyğəmbərlər vasitəsilə bizlər həyatı necə yaşamalıyıq, necə imanımızı kamilləşdirməliyik və nəticədə necə Allahın cənnətini əldə edə bilərik deyə peyğəmbərlər bunları bizlərə çatdırdı. Allah peyğəmbərinə vəhy edərək Quranda möminlərin vəsflərini anladır bizə. Bir mömin necə imanını kamilləşdirə bilər, bunları bizlərə anladır. Məsələn, Müminun surəsində Allah Teala buyurur ki, "Qad əfləhəl müminun." Möminlər nicat tapmışlar, qurtulmuşlar. Hansı möminlər? "Əlləzinəhum fi salatihim xaşiun." O iman edənlər ki, namazlarında xuşu içərisindədirlər. Baxın, Allah Teala bu surədə, Müminun surəsində möminlərin bir çox vəsflərini sayır. Lakin bunların içərisində ən başda namazlarında xuşu içərisində olan vəsfini xatırladır qullarına. Yəni, birbaşa namazda Allaha yönələrlər. Fikirləri dağınıq olmaz. Necə ki, bir insan avtomobil idarə edərkən sağa sola baxmaz, önünə baxar. Əgər belə edərsə, o avtomobilini qəzaya uğrada bilər. Eləcə də insan ibadət edərkən birbaşa Allaha yönəlməlidir. Rəbbimiz Müminun surəsində müminin bir çox vəsflərini sayır və sonunda onları Firdos cənnəti ilə mükafatlandıracağını, bu müjdəni verir onlara. Allah Teala Quranın bir çox ayələrində möminlərin kamillik vəsflərini bizlərə anladır. Məsələn, Ali İmran surəsində də 130-34-cü ayələrdə buyurur ki, o kəslər ki, bolluqda da, darlıqda da Allah yolunda infaq edərlər. Hər ikisi də çətindir. İnsan bolluqda da infaq etməyə çətinlik çəkir. Ancaq mənim olsun deyir. Darlıqda da Allah infaq etməyimizi istəyir. Yəni, mən kasıbam, onsuz da elə mənə sədəqə düşür deyə düşünməməliyik. Ən kasıb bir insan, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə buyurur? Müsəlman qardaşının üzərinə gülümsəməyin belə sədəqə savabı yazılır. İnsanlara əziyyət verən şeyləri yoldan götürmək, bu belə insana sədəqə savabını yazır. Rəbbimiz həmin ayənin davamında buyurur ki, o kəslər ki, qəzəblərini udarlar və insanları bağışlayarlar. Biz tez-tez qəzəblənirik, amma Allah o möminləri kamil möminlər sayır ki, onlar qəzəblərini udarlar və insanları bağışlayarlar. Yəni, daim kin-küduriyyət içərisində, daim qəlblərindən nifrəti daşımazlar, bağışlamağı sevərlər. Qəlblərində belə bir mərhəmət hissini Allah olmasını istəyir qullarında. Yeni ayə davam edir, Rəbbimiz buyurur ki, o kəslər ki, bir günah işlədikləri zaman, nəfslərinə zülm etdikləri zaman Allahı xatırlayarlar və Allahdan bağışlanma diləyərlər. Biz bir qul olaraq Allah bizi xəta edən olaraq yaradıbdır. Günah işlədiyimiz zaman xətalarımızı anlayıb Allahı xatırlamalıyıq və Allahdan bağışlanma diləməliyik. Allah belə möminləri tərif edir və ayənin davamında buyurur ki, onlar günahlarında bilə-bilə israr etməzlər. Səhvi anladın mı, dərhal Allaha tövbə edərək o səhvdən dönmək lazımdır. Əgər israrla bunu davam etdirirsənsə, bu bir kamil bir müminin vəsfi ola bilməz. Cənnətlə müjdələnən kəslər o kəslərdir, əziz qardaş. Bəs bir mömin, bir müsəlman kamillik dərəcəsinə çata bilərmi? Əlbəttə ki, mümkündür. Bəs Allah Teala Quran-ı Kərimdə bu ayələri bizə kimin üzərindən izah edir? O təriflənən nəsil olan Əshab-ı Kiramın üzərindən bizlərə nümunə gətirir. Onlar bu həyatı yaşadılar deyə Allah onların üzərindən bu ayələri bizlərə çatdırır. Məsələn, hələ İslamın ilk vaxtlarında Mədinədən 6 nəfərlik bir heyət gəlir, Əqəbə beyyətində Peyğəmbərimiz onlara imanı anladır. Onlar da 6 nəfərlik bir heyət geri qayıdarkən özləri ilə nə aparırlar? Sadəcə 16 ayə aparırlar. 16 ayə ilə onlar imanlarını daha da irəli aparırlar. Birlikdə ibadət edirlər, birlikdə zikr edirlər, kamillik dərəcələrini artırmağa çalışırlar. Və elə bir addım atırlar ki, onların etdiyi o addım, atdığı addım qiyamətə qədər bütün müsəlmanların üzərinə fərz olur.
Məsələn, Əsəd bin Zürarə radiyallahu an müsəlmanları bir araya toplayaraq o 5-6 nəfər içərisində birlikdə onlarla cümə namazı qılır, onlara xütbələr söyləyir. Beləcə imanlarını daha da artırmağa çalışırlar. Bir müddət sonra Peyğəmbərimiz Musad bin Umeyr radiyallahu anhı Mədiniyə göndərir. O zaman cümə namazlarını Musad bin Umeyr radiyallahu anh qıldırmağa başlayır. Sahabə deyir ki, Mədinəli sahabə deyir ki, hər cümə əzanı verildiyi zaman Əsad bin Zürarəni xatırlayırdıq. Ənas bin Malik radiyallahu anh deyir ki, hər zaman əzan verildiyi zaman göz yaşı tökərək, ağlayaraq, ey Əsəd, bizim üçün necə gözəl bir sünnət qoyub tərk edib getdin deyirdi. Bəli, əziz qardaşlar, onların bildiyi o gün o 6 nəfərdən ibarət olan bir heyətin, o müsəlmanların bildiyi sadəcə 16 ayədən ibarət idi. Bugünkü bizim bildiyimiz ayələrin sayı 16 deyil, 6000-dən çox ayə vardır. Sahabə o imanını daha da irəlilərə apara bildilər, imanlarını kamilləşdirə bildilər. Amma biz necə olur ki, imanımızı kamilləşdirə bilmirik? Bunun iki əsas səbəbi vardır, əziz qardaşlar. Birincisi, biz bu məsələyə, bu din məsələsinə ciddi yanaşmırıq. İkincisi də, sahabənin oxuduğu kimi Quran oxuya bilmirik. Sahabə Quranı Allahdan birbaşa dinləyirmiş kimi oxuyurdu. Və ona görə də imanlarını irəli apara bilirlər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə ayələri vəhiy yollar çatdırarkən, Quran baxırıq ki, çox ciddi mesajlarla doludur. Allah Rasulunun həyatına baxırıq, çox ciddi bir həyat sürmüşdü Peyğəmbərimiz. Ayaqları şişincəyə qədər ibadət etmişdi. Taif səfərində hansı məşəqqətlərlə üzləşmişdi? Ayaqları qan-rəvan içərisində olmuşdur. Sahabələrin çəkdiyi o məşəqqətləri bilirik, əziz qardaşlar. Yəni, belə bir ciddi bir həyatdan söhbət gedir. Amma nədənsə biz ciddi ola bilmirik. Ciddi ola bilmədiyimiz üçün də ehsan şuurumuz yoxdur. Ehsan nədir? Allahı görürmüş kimi ibadət etmək. Əgər biz Allahı görürmüş kimi ibadət etsəydik, el nə deyər deyil, Allah nə deyər düşünərdik. Əgər işin ciddiyyətinə varsaydıq, əziz qardaşlar, tək başına qıldığımız namazla cəmaat halına qıldığımız namaz arasında heç bir fərq qalmazdır. Tək başına o cəmaat halında olanla zikrə davam, tək başına olduqda isə zikri tərk etməzdik. Rəbbimiz İbrahim surəsinin 42-ci ayəsində buyurur ki, Allahın zalimların etdiyi zülümdən xəbərsiz olduğunu sanma. Allah onları cəzalandırmağı gözlərin qorxudan bərələcəyi günə qədər təxirə salır. Əziz qardaşlar, mən bu ayəni oxudum, siz də dinlədiniz. Amma gəlin etiraf edəyin ki, nə məndə, nə də sizdə sahabədə yaşanan o hal yaşanmadı. O 6 nəfərdən ibarət o Əqəbə beyyətində and içən sahabələr bu ayəni eşitdiyi zaman ayaqlarımız deyir tutulur. Yəni o zalimlardan görəsən biz də varıq mı deyə düşünməyə başladılar. Həyatlarını bu cür ciddiyyətlə yaşadılar. ehsan şuuruyla yaşadılar əziz qardaşlar. İhsan şuurumuz olmadığı üçün də məsuliyyət şuurumuz da azalmışdır. Yəni bunu hardan bilirik, məsuliyyət şuurumuzun azalmasını? Hər zaman məsələn filan kəs bunu niyə etmir? O etməlidir. O imamdır, o din xadimidir. O bunu etməlidir birinci deyirik. Amma özümüzü unuduruq. Hansı ki, əziz qardaşlar, İslamda din xadimi deyə bir ifadə yoxdur. Dinin xadimi vardır. Yəni dinə xidmət etmək vardır. Allah hər birimizi ayrı-ayrılıqda hesaba çəkəcəkdir. Təbliğ etdinmi? Yaxşılığı əmr edib pisliklərdən çəkindirdinmi? deyə hər birimizi ayrı-ayrılıqda Rəbbimiz hesaba çəkəcəkdir. Əgər işin ciddiyyətinə vara bilsəydi, əziz qardaşlar, mənə toxunmayan ilan 1000 il yaşasın deməzdik. Mənə də toxunar, qardaşlarıma da toxunar deyə narahat olardıq. Əgər işin ciddiyyətinə varsaydı, əziz qardaşlar, biz sahabənin bir yaşadığı həyatı biz də yaşaya bilərdik. Kim kimi? Abdullah İbni Ummu Məqdum radiyallahu anh kimi. Ənəs bin Malik radiyallahu anh anladır. Qadisiyə döyüşündə, İranla arasımızda olan bir döyüşdə deyir,
gördüm ki ordunun arkasında Abdullah İbn Məktum dayanıbdı. Məktum dayanıbdı. Onu gördüğüm zaman deyir, qanım dondu deyir. Ona yaxınlaşdım, yavaşça qulağına söylədim ki, Leysə aləl a'mə hərəc. Döyüşə gəlməməyinə görə kora günah yazılmaz. O mənə eşidən kimi dərhal mənə tərəf döndü və dedi ki, ey Ənəs, sənsənmi? Mən də dedim, bəli. Nə üçün bura gəlmişəm deyə soruşduqda, mənə dedi ki, vallahi mən bilirəm ki, mənim bura gəlməyimlə orduya heç bir faydam dəyməyəcək. Sənin oxuduğun ayəni də yaxşı bilirəm. Və bilirəm ki, Allah Teala mənə belə bir məsuliyyət yükləməmişdir. Lakin mənim bura gəlməyimin yeganə səbəbi müsəlmanları kafirlərin önündə sadəcə çox göstərməkdir. Baxın, bir nəfərin sözü bu. Adətən biz nə deyirik? Bir nəfər mənlə nə olacaq ki? Amma sahabə elə düşünmədi əziz qardaşlar. O bir nəfər demədi deyə sahabə belə bir həyat yaşadı, sayları gün-gün artdı. Peyğəmbərimizin yanına gələn o 6 nəfərlik bir heyət əvvəllər adı Yəsirb olan Mədinəni Mədinətül Münəvvəraya çevirdi. Yəni nurlanmış bir Mədinəyə çevirdi. Gələn il Peyğəmbərimizin yanına gəldiyi zaman o 6 nəfər sahabə sayı 12 nəfərə çatdı. Peyğəmbərimiz yenə onlarla gizli bir şəkildə görüşdü. Çünki müşriklərin təzyiqləri hələ davam edirdi. Peyğəmbərimiz onlara 6 təlimat verdi. Birinci təlimat, Allaha heç bir şəkildə şirk qoşmayacaqsınız buyurdu. Yəni, başda nəyi öyrətdi? Tövhidi. Yəni, əgər tövhid zədələnərsə, ona uyğun olaraq digər şeylər də zədələnəcək. Tövhid doğru olarsa, ona uyğun olaraq digər şeylər də düzgün gedəcəkdir. Sonra Peyğəmbərimiz buyurdu ki, oğurluq etməyəcəksiniz. Bununla Peyğəmbərimiz onlara müsəlmanın malının qorunmasını bir əminliyini verdi. Zina etməyəcəksiniz. Beləliklə o cəmiyyətdə həyasızlığı ortadan qaldırmış olurdu Peyğəmbərimiz. Sonra Peyğəmbərimiz buyurdu ki, hansı səbəb olursa olsun uşaqlarınızı öldürməyəcəksiniz. Bununla da bir insanın dəyərini onlara xatırlatdı. Bir insanı öldürmək bütün insanlığı öldürməyə bərabər bir iş olduğunu xatırlatdı. İftira ilə zina məhsul olan uşaqları başqa kişilərə nisbət etməyəcəksiniz. Yəni, nəslin qorunmasını onlara təlqin etdi. Və bir də heç bir şəkildə Peyğəmbərə qarşı çıxmayacaqsınız, ona itaət edəcəksiniz. Allah Resulü sallallahu aleyhi ve sellem cəmi onlara 6 təlimatı verdi. Bunların içərisində öncəki təlimatlarda imanı məsələlər gəlirdi, amma diqqət etsinizsə, bu məsələlərin içərisində əsasən əxlaqi vəsiflər gəldi. Nə üçün? Çünki artıq iman onların qəlblərinə yerləşmişdi. Artıq bundan sonra imanı əmələ çevirmək gəlirdi. Yəni, dolayısıyla İslamı təmsil etmək gəlirdi. Nə üçün? Çünki İslamı doğru təmsil etməsələr, təbliğlərinin heç bir mənası qalmaz. Bugün bizlərin də, əziz qardaşlar, ən böyük problemimiz İslamı doğru şəkildə təmsil edə bilmədiyimiz üçündür. Bugün sayılarımıza baxırıq, hər il sayımız eyni, heç bir artış yoxdur. Amma sahabənin sayı durmadan artırdı. Nəyə görə? Çünki gözəl bir şəkildə İslamı təmsil edirdilər. Rəbbim hər birimizə İslamı gözəl bir şəkildə təmsil edə bilməyə nəsib etsin. Allah Teala bu məsələnin ciddiyyətinə varmağı bizlərə nəsib etsin. Dinimizi ehsan şuuruyla yaşaya bilməyə nəsib etsin və hər birimizin imanını kamil etsin ki, Rəbbim sonunda hər birimizə cənnət nəsib etsin. Amin.